Hər kəsi salamlayıram. Növbəti mövzumuz işarə əvəzlikləridir. İşarə əvəzlikləri this, that, these və those-dur. Bu sözlər insanı, əşyanı və ya heyvanı göstərmək üçün istifadə olunur. Qısa burada məlumat vermişəm ki, this-in tərcüməsi bu. Tək isimlərlə istifadə olunur, yaxın mənanı bildirir. That o deməkdir. Tək isimlərlə istifadə olunur, uzaq məsafəni bildirir. These bunlar deməkdir. Cəm isimlərlə istifadə olunur, yaxın mənanı bildirir. Those onlar deməkdir. Cəm isimlərlə istifadə olunur, uzaq məsafəni bildirir. İndi isə hər biri haqqında qısa məlumat verim, həm də nümunələrlə birlikdə. This bu deməkdir. Yaxında olan bir əşya və ya insanı bildirmək üçün istifadə olunur. This-dən sonra tək isim, tək xəbər gələcək. This, tək isim, tək xəbər. This, tək isim, tək xəbər. This, tək isim, tək xəbər şəklində olacaq. This is a book. Bu kitabdır. This is my pen. Bu mənim qələmimdir. This apple is red. That o deməkdir. Uzaqda olan bir əşya və ya insanı bildirmək üçün istifadə olunur. That-dən sonra tək isim, tək xəbər gələcək. That is a tree. That, tree, is, tək xəbər. That, tək isim, tək xəbər. That, tək isim, tək xəbər. That is a tree. O ağacdır. That is my school. O mənim məktəbimdir. That cat is black. O pişik qaradır. These bunlar deməkdir. Yaxında olan bir neçə əşya və ya insanı bildirmək üçün istifadə olunur. These-dən sonra cəm isim, cəm xəbər gələcək. These are books. Onlar kitablardır. These are my friends. Bunlar mənim dostlarımdır. These flowers are beautiful. Bu güllər gözəldir. These, cəm isim, cəm xəbər. These, cəm isim, cəm xəbər. These, cəm isim, cəm xəbər olur. Those onlar deməkdir. Uzaqda olan bir neçə əşya və ya insanı bildirmək üçün istifadə olunur. Eyni qayda ilə those, cəm isim, cəm xəbər. Those are birds. Onlar quşlardır. Those are my shoes. Onlar mənim ayaqqabılarımdır. Those children are happy. O uşaqlar xoşbəxtdirlər. Yadda saxla, this bu deməkdir, tək və yaxın isimlərdir. That o deməkdir, tək və uzaq isimlərdir. These bunlar deməkdir, cəm və yaxın isimlərdir. Those onlar deməkdir, cəm və uzaq isimlərdir. This is, that is, these are, these, those are. Sual formasında isə is this-dən əvvələ keçir. Is this your bag? Yes, it is. Is that your teacher? No, it isn't. Are these your books? Yes, they are. Are those your pencils? No, they aren't. İnkar formasında isə bildiyimiz kimi is-dən və are-dan sonra not əlavə olunur. This is not my book. That is not a car. These are not my shoes. Those are not apples. Və yaxud da isn't, aren't şəklində qısaldılmış formalarından da istifadə edə bilərik. Qısa cavablarda. Qısa cavablar yesli, nolu cavablardır. Təbii ki də yes gördümsə isn't yaza bilmərəm, it is olmalıdır. No gördümsə it is yaza bilmərəm, it isn't şəklində olmalıdır. Is this a pen? Ya yes it is deyəcəyik ya da inkardırsa no it isn't. Is that a dog? Yes it is. No it isn't. Are these flowers? Yes they are. Və yaxud da inkarın verəndə no they aren't.
no, aren't. Və yaxud da yes, they are inkar forması. No, they aren't. Yəni ki, yes, aren't vermək olmaz. Çünki təsdiqlə təsdiq şəklində veriləcək. İnkar edirsənsə, artıq onu inkar edirsənsə, onun digər tərəfi də inkar olmalıdır. Vacib qeydlərdə yazmışam ki, burada this zətdən sonra tək isim, this sourcedan sonra isə cəm isim gələcək. Məsələn, this book olur, that car olur, these books olur, those cars olur, this book olmur, çünki books olmalıydı orada. This books olmur, çünki this book olmalıdır. Və ən vacib hissə olan bu hissədir ki, burada bəzi uşaqlarda problem yaranır, hansı ki, zeyə və hiyə sözlərini qarışdırırlar. Yadda saxlamaq lazımdır ki, əgər cümlədə zeyə sözünü gördüksə, zətlə those olacaq. Hiyə sözünü gördüksə, thislə these olacaq. İndi hər biri haqqında ətraflı məlumat verəcəm. Hiyə burada deməkdir. Burada yaxın mənasındadır. Hiyə varsa adətən this və ya these işlənir. Hiyəni cümlədə baxdım və gördüm. Gördümsə, bu biri tərəfdə ismə baxıram. Bag təkdədirsə, this. Hiyəni gördüm. Cəmdədirsə, these istifadə olunacaq. Zeyə orada uzaqlıq bildirir. Zeyə varsa adətən zət və ya those işlənir. Cümlədə zeyə sözünü gördüm. İsmi də görürəmsə, deməli isim təkdədir və zət olacaq. Zeyə sözünü gördüm. Cəmdədirsə, those istifadə olunacaq. Vacib fərqi qeyd etmək istəyirəm. Qətiyyən testləri işləyən zaman zeriz və zera ilə zeyə sözünü qarışdırmayın. Çünki zeriz zera vardır deməkdir. Amma zeyə orada deməkdir. Nümunə də vermişəm ki, daha yaxşı aydın olsun. There is a cat on the table. Masanın üstündə pişik var. There are two books on the desk. Masanın üstündə 2 kitab var. Yəni, heyə görəndə this-lə this yaxın məna, zeyə görəndə zətlə those uzaq məna verilir. Zeri zera var mənasında işlənir və this səs qaydası ilə əlaqəli deyil. Burada diqqətli olmaq lazımdır.